Salamlar, vaxtınız xeyir olsun. Mən Adgözəl Bakşin, insan psixologiyası metodistiyim. Bugünkü mövzumuz ondan ibarət olacaq ki, niyə pul üzərində qurulan bəzi münasibətlər tez bitir? Adətən bəzi qadın adına ləkə olan dırnaqarası qadınlar var ki, münasibətin əksər mərhələsində gözləri qarşı tərəfin cibində olur. Bundan mütləq şəkildə bir münasibəti nəsə qopardım, nəsə alım kimisindən. Allahın bədbəxti, qopardın aldın. Sən bilmirsən ki, o qarşı tərəf bunu hiss edəndən sonra səni rədd edəcəm kimi şüar fikirlər yaranacaq. Fakt bunu sən bilirsən. Və nəticə etibarilə də əksər münasibətlər qarşı tərəfin bunu sezdiyi yaxud hiss etdiyi gündən sonra qopur. Yəni sınır, qırılır. Və həmin insanlar adətən hər kəsin çevrəsində var. Həmçinin də o insanların danışıq tərzi çox belə mundar, qeyri-etik tərzdə olur. Yəni sən heç kimsən, doğru desə səni it yerinə qoymuram və mən mənəm. Mən onu eləyərəm, mən bunu eləyərəm. Amma halbuki bu yaşa qədər biraz da qeyri-etik səslənəcək, heç bir zibilin bir yəsi olmayıb həyatda. Hər şeydən əlini üzən, belə pis həyat tərzi keçirən, ancaq onda bunda gözü olan axmaq insanlar sizləsinlər. Əslində belə insanlar hər kəsin çevrəsində var. Ondan istifadə etmək istəyən, yaxud ondan istifadə edən. Amma bunu sezən çox az insan var. Çünki hələ dərk edənlər. Bu qədər. Suallarınız olduğu təqdirdə mesaj bölməsinə yaza bilərsiniz, yaxud şərh bölməsinə fikirləriniz varsa bölüşə bilərsiniz. Seanslarımız hal-hazırda əyani və onlayn şəkildə həyata keçirilir. Seanslara qoşulmaq üçün şəxsi mesaj bölməsindən suallarınızı verə bilərsiniz. Çalışın bu kimi şəxsi mənfəətə görə istifadə edən, hansı ki o dediyim sizə pis və axmaq, gözləri pulda olan, dırnaq arası qadın adına ləkə olan insanlardan münasibət qurulan zaman təbii ki uzaq olun. Oğlanlar da istifadə etmə halları olursa, qızlar da 2 qat olur. Niyə? Çünki bəziləri həqiqətən sevgi yox, pul axtarışındadır.